Axşamınız xeyir olsun əziz şagirdlərim. Bugünkü videomuz 16-sı, demək 16-sı tarixində, yanvarın 16-sı tarixində 2025-ci ildə keçirilmiş 10-cu siniflər üçün keçirilmiş OTK-mızın cavablarına baxacağıq. Mən üzərində qeyd etmişəm, işləmişəm. İndi isə izahını çəkib YouTube kanalına yerləşdirəcəm. Demək, sinif isminin təhlili ilə bağlı cədvəldəki uyğun fikirləri deyil, müəyyən edim. Sinfi sözündə, yəni hansı söz? Sinfi. Sinfi sözü ilə bağlı biz uyğun fikirləri seçirik. Əgər uyğun fikir deyirsə, doğrunun altından doğru, yanlışın altından doğrunun altından doğrunu, yanlışın altından isə yanlışı seçirik. Məsəl üçün, yanlışı tapmalıyıq. Əgər uyğunsuz deyərsə, onda doğrunun altından yanlışı, yanlışın altından doğrunu seçməliyik. İndi isə şərtimizdə uyğun fikir verdiyinə görə doğrunun altından doğru, yanlışın altındansa yanlış seçilməlidir. Deyir ki, kökünün son saatini itirib. Aha, bu doğrudur. Yəni ki, o söz yazılmalıdır. Necə? Sinif. Burada i, yəni saatlə başlayışıq keçər əlavə olunduğuna görə kökünün son saatini itirib. Doğrudur. Yəni doğrunun altından doğrular seçirik. İsmin yalnız təsir halında düşünə bilər. Xeyr. İsim, cisim, fikir, fəsir, ətir, eyib bu tipli sözlər dedik ki, üzərində məsələn üstü 4, ın üstü 4 olarsa, biz bunu həm mənsubiyyət, həm məsələn hal kimi düşünə bilərik. İsmin yalnız təsir halında düşünə bilərik, yanlış. Çünki burada mənsubiyyət də düşünə bilərik. Mənsubiyyət olanda adlı hal olur. Ona görə 2 yanlışdır. Məsbə şəkilçi söz kimi düşünə bilərik. Bəli, sinfi sözünü həm məsbə şəkilçili söz kimi, həm də təsiri hallı söz kimi düşünmək olar. Deyir, məsbə şəkilçili söz kimi düşünülə bilər. Doğru deyir. 3-ü götürürük. Demək, doğrunun altından pluslar götürürük. Yanlış deyir ki, xüsusi isim kimi də düşünülə bilər. Sinfi sözü yanlışdır. Xüsusi isim kimi götürülmür. Yanlışdır, götürürük. Ümumi isimdir. Bəli. Yanlışın altından da yanlışı seçirik. 1, 3, 4 cavabımız C variantı olacaq. Sonra altından xətt çəkilmiş sözlərlə bağlı, altından xətt çəkilmiş sözlərlə bağlı doğru fikirləri seçirik. Doğru fikirlərdən də 1 ilə 2 əzizə aid olmalıdır. 4 ilə 5 aşpaza, 3 də ortalarına aid olmalıdır. Məsələn, baxarıq birinci fikrə. Deyir ki, ismi adlıq halındadır. Baxarıq əziz sözü adlıq haldadır. Bəli, adlıq haldadır. Sonra aşpaz sözünə də baxmalıyıq ki, görək aşpaz sözü də adlıq haldadırmı? Əgər bir aşpaza da aid olsa, onda biz bura ortaya yazmalıyıq. Amma baxarıq ki, aşpazı kimi aşpazı adlıq halda deyil. Ona görə bir doğru yerindədir. Biri götürürük. Həm ümumi, həm də xüsusi isim kimi həm ümumi, həm xüsusi isim kimi də deyir, düşünülə bilər. Aha. Bu yanlışdır. Niyə? Çünki ümumi xüsusi isim düşünə bilər. Əziz insan adı kimi xüsusi düşünülə bilər. Amma bunları ümumi isim düşünə bilmirik. Çünki əziz ümumi variantı sifət olur. Ona görə yanlışdır. Hər ikisi təkdədir, bəli. Təkdədir götürürük. Ümumi isimdir. Bəli, burada aşpaz sözü ümumi isimdir, amma əziz sözü xüsusi isimdir. Ona görə 4-də götürürük. Qeyri-müəyyən təsiri haldadır. Aşpazı müəyyən təsiri haldadır. Yanlışdır. 1, 3, 4 cavabımız bu variantın. Sonra fikirlərin hamısını hansı sözə aid etmək olar? İsimdir, təkdədir, həm ümumi, həm xüsusi isim kimi işlənir. Əsasən mücərrəd mənalı məna düşünür. Məsələn, burada axırıncı sözə görə mücərrəd kimi, isim kimi işlənir. Məsələn, burada düşünə bilərik isim, məşhur sözü sifətdir, çıxarıq. Düşüncələr sözü ola bilər, amma təkdə dediyinə görə düşüncələr sözü də çıxır, çünki bu cəmdədir. Saz, saz, bunu da çıxırıq, çünki bizim yəni şərtlərə uyğun deyil. Çünki saz xüsusi isim kimi işlənə bilmir. Qalır xanımla istək. Burada cavabımız B variantıdır. İstək adam adı kimi də ola bilər. Ümumi, xüsusi və ümumi də ola bilər. Demək, 3-də cavabımız bu variantı.
Əməliyyat sözünün təhlillə bağlı səhvi müəyyən edirik. Birinci əməliyyat sözünün qeyd etmişəm tələffüzünü baxaq. Tələffüzü üzərində gedib biz bilirik ki, Sait ilə Samit istəniləndə tələffüzə baxmalıyıq. Deyilişi yazılır. Bəli, yığının biri düşür. Doğrudur. Bir çar 3 cingiltili Samit var. M, L, Y cingiltilidir, bir çarda doğrudur. Sətirdən sətrə keçirilmə zamanı ilk hecəsi əvvəlki sətirdə saxlanıla bilməz. Bəli, əməliyyat hecaları elə bölünür. Əni saxlaya bilmərik, doğru deyil. Hərflərlə səslərin sayı bərabərdir. Bu yanlışdır. Çünki əməl 1 2 3 4 5 6 7 8 9 hərfimiz var. Yığının biri düşdüyünə görə 8 səsimiz var. Bərabər deyil. Ona görə D variantını qeyd edirik. Söz ahəng qanunun tələbi gözlənilməmişdir. Bəli, ahəng qanunun tələbi yoxdur. 4-də D variantı. Sonra davam edək. Evi uzaqlarda idi cümləsinin ilk sözü morfoloji təhlili ilə bağlı yanlış fikirləri müəyyən edirik. Məsələn, evi sözünə baxmalıyıq burada. Adlı xalın sualına cavab verir. Bəli, burada onun evi, onun sözünü artıra veririksə, o evi sözündəki mənsubiyyətdir. Özü də nə? Adlı xalda olur. Doğrudur. A variantı doğrudur. Məsbə şəkilçi qəbul edib. Bəli, doğrudur. Qeyd etmişdik. Özündən əvvəl yiyəli çar şəkilçisi söz gələ bilər. Məsbətdən əvvəl yiyəli çar şəkilçili söz gələ bilər. Doğrudur. Sonra konkret və ümumi isimdir. Konkretdir ev, özü də ümumi isimdir. Doğrudur. Amma təsiri hal kimi, söz kimi düşünə bilər. Bu yanlışdır. Çünki burada onun evi, onun sözünü əlavə edə bilirik. Sonra uyğunluğu müəyyən edirik. Məsələn, 3 dənə sözün mənalarını qeyd etməliyik. Demək ki, analoq nədir? Analoq eyni təyinatlı, bənzər, oxşar olan deməkdir. Sonra oxşar olan deməkdir. Üzü hamar, parlaq, ipək növü. Bu atlazdır. Atlaz üzü hamar, parlaq deməkdir. Bizdə isə atlazı soruşur. Atlas müxtəlif xəritələrin toplusudur. 2-yə C. Kontekst isə sözün və ya ifadənin mənasını dəqiqləşdirməyə kömək edən mətn və ya mətnin bir parçasıdır. E variantında 3-ə qeyd edirik. 6-da demişdim ki, cavab nə oldu? B variantı. 7-də deyək ki, hansı bənddə adlı halda olan isim işlənməyibdir. Adlı halda olan isim işlənmədiyini soruşur. Məsələn, adam sözü adlı haldadır, işlənibdir. Məsələn, burada oxumuş adam. Təzə qonaqlı adlı haldadır, işlənibdir. Sonra müəllimlər işlənibdir. İndi məktəblilər işlənibdir. Amma avtomobilləri nəyi? Burada işlənməkdir. Ona görə cavabımız D variantıdır. Sözlərdən hər ikisinin fonetik təhlili əsasında klasteri tamamlaya bilən fikirlər seçməkdir. Bu nə deməkdir? Bu klasteri məsələn sözlərin hər ikisinə, məsələn konspekt yazılır. Yazaq bura qeyd ediləyək. Konspekt koridor. Tərkibində dodaqlanan saat yoxdur. Deyir, ahəng qanuna tabe deyil. Bu doğrudur. Hər ikisi ahəng qanuna tabe deyil. Doğrudursa, tamamlaya bilən fikirlər soruşursa, doğrunu yazmalıyıq, qeyd etməliyik. Tərkibində dodaqlanan saat yoxdur. Bu birində yoxdur, amma birində var. Ona görə bu oxşar deyil, fərqlidir. Götürmürük. Tərkibində uzanan saat iştirak etmir. Bəli, hər ikisində uzanan saat yoxdur. 2 doğrudur. Tərkibində həm kar, həm cingiltir samit var. Hər ikisində də həm kar, həm cingiltir var. Doğrudur. Deyilişi yazılar arasında bir fərqli var. Bəli, burada onun ayət keçməsi, burada da onun ayət keçməsi bir doğrudur. 2 3 4. Cingiltir samitlərin qarşılığı yoxdur. Burada D-nın cingiltir samiti qarşılığı var. Burada isə konspekt burada birinə aiddir. Ona görə bu da yanlış fikirdir. Cavabımız 2 3 4 D variantı. Sonra 9-cu suala baxaq. Dili tutalma frazoloji birləşməsinin yaxın mənalı qarşılığını müəyyən edin. Dili tutulmaq, nitqi qurumaq deməkdir. E variantıdır cavabımız.
10. Homonimlik olmayan sözü müəyyən edirik. Yara sözü homonimdir. Biri var yara, əldəki yara, bir də yaramaq fiil. Sarı, sarımaq, sarı rəng, evə sarı qoşma kimi homonimdir. Sonra boya, boyamaq sözündən bir də boya rəng mənasında homonimdir. Boya demişdik ki, boya bir məsələn boya rəng mənasında, bir də boyamaq fiil mənasında. Rəng sözü də homonim sözlərdən biridir. Rəng məsələn qırmızı rəng belə. Bir də rəng musiqidə musiqi tonu falan deyirlər. Bax belə məsələn rəng musiqinin bir parçası falan. Orada da rəng sözü homonim sözlərdən biri olur. Mən Neftun mətnini oxumuşam. Ona görə oxumuram ki, məsələn artıq vaxt getməsi. Siz də ən azı bir mətni 2 dəfə, 3 dəfə oxuyandan sonra, anlayandan sonra testlərə keçə bilərsiniz. Mətn tərkib hissələri ilə bağlı doğru fikir müəyyən edirik. Deyir ki, giriş və əsas hissənin sərhədi pozulmuşdur. Biz baxırıq ki, giriş hissəyinə əsas hissənin heç bir sərhədi pozulmuşdur. Yanlış deyil. Nəticə hissəsi bir abzasdan ibarətdir. Bəli, nəticə hissəsi məsələn burada nəticə hissəsi bir abzasdan ibarətdir. Bəli, bu doğrudur. Nəticə hissəsi bizdə doğru soruşduğuna görə elə B variantımız doğrudur. Əsas fikir giriş hissədə verilmişdir. Elə bir şey yoxdur. Məsələn, əsas hissənin giriş hissədə verilməsi. Giriş hissədə fikir ardıcıllığına riayət olunmamışdır. Fikir ardıcılığına riayət olunubdur. Əsas hissənin birinci abzası 2 abzas şəklində verilməlidir. Baxsanız, görsəniz ki, hər bir şey öz qaydasındadır. Doğru cavabımız B variantı olmuş olur. Sonra burada yazılıbdır. 12-ci suala baxaq. Mətndə ziddiyyət təşkil etməyən, yəni mətndə ziddiyyət təşkil etməyən odur ki, yəni mətnə uyğun olan cümləni seçməliyik, fikri müəyyən etməliyik. O da Neftunun göy rənginin əsas səbəbi onun atmosferdəki metan qazıdır. Bu mətndə olan bir hissədir. Buralarda yazılmışdır. Planetin göy rəngdə məsələn olması atmosfer qatında onun metan qazı ilə bağlıdır. Yəni bu cümlə mətndə olan bir cümlədir, amma A, B, C, D bu mətndən ziddiyyət təşkil edir. Cavabımız 12-də E variantı. 13-də hansı fikirlər mətnin məzmunu ilə səsləşmir? Galileo Galilei yeni planet tapdığını bilmirdi. Bəli, burada məsələn deyək ki, ilk dəfə kim baxır, müşahidə edir? Galileo Qalileya olur, amma o hərəkətsiz olduğuna görə Neftunu görür, amma hərəkətsiz olduğuna görə onu demək nə ilə ulduz zənn etmişdir. Sonra bu mətn məzmunu ilə səsləşir. Neptunun müşahidəsi ilə bağlı ilk qeydlər 17-ci əsrə aiddir. Bəli, 1600 burada 1612-1613-cü illərə aiddir. Neftun Günəş sistemində ən ağır planetdir və o ən ağır planet olması qeyd olunmuşdur, yanlışdır. Neptuna eniş edən kosmonavtlar elmi faktları təsdiqləyiblər. Mətni oxusanız görərsiniz ki, bu da mətnlə səsləşmir. Günəşin istiliyini nəhəng buz qatını əritdiyi üçün Neftunda tez-tez daşqınlar olurdu. Bu da mətnlə əlaqəsi yoxdur. Cavabımız 3, 4, 5 A variantı. Mətnlə bağlı doğru fikir müəyyən edirik. Yerin kütləsi Neptunun kütləsindən 17 dəfə azdır və bu doğrudur. Bəli, burada yazılır ki, onun kütləsi yerin kütləsi, yəni Neptunun kütləsi yerin kütləsindən 17 dəfə çoxdur. Amma burada fikir deyir ki, yerin kütləsi o Neptunun kütləsindən də 17 dəfə azdır. Yəni bu mətndə verilən bir fikirdir. A variantı doğrudur. Neftun adı deyir Yunan mifologiyasından götürülmüşdür. Yanlışdır. Romalılar Neftunu planet olaraq tanıyırdılar. Mətndən oxusanız görərsiniz ki, bunlar yanlışdır. Neftunu adi gözlə yox, orada Neftunu müşahidə edir. Yəni adi gözlə baxmır ona. Günəş sisteminin ən soyuq planeti də Neptundur. Bu mətndə bağlı səhv fikirlərimizdir. A variantı doğru fikirdir. Üzərində rəqəm yazılmış sözün kontekstə görə şərfi düzgün verilməmişdir. Məsələn, baxaq birə nə yazılıbdır? Birə yazılıb müşahidə. Müşahidənin mənası nə deməkdir? Diqqətlə baxaraq, araşdıraraq öyrənmə, tədqiq etmə doğrudur. 3-ə yazılıb nə? 3-ə ehtimal edilmişdir. Mümkün hesab etmək, zənn etmək, güman etmək doğrudur.
Baxaq 4. 4-də teleskopların uzaq məsafədə yerləşən göy cisimlərini və digər obyektləri böyüdülmüş şəkildə müşahidə etməyə imkan verən optik cihazdır. Doğrudur. 2, 2-yə baxaq. 2 proqnozlaşdırılmaz nə deməkdir? O da düzdür, gələcəkdə baş verə biləcək hadisələrin təxmin edilməsi prosesidir. 5-ə baxaq görək 5 nədir? Astronomlar burada deyir göy cisimlərinin həyatı üzərində təsirini araşdırdığını iddia edən şəxslər yox, göy cisimlərini öyrənən insana deyirlər astronom. E variantı yanlış fikirdir. Mətndə tünd qara hərflərlə verilmiş ifadəyə əsasən cədvəl tamamlayır. Burada soyuq planet olmalıdır. Aha, soyuq planetdir. Demək, tünd qara hərflərlə verilmiş əsasən cədvəl tamamlamalıyıq. Soyuq planet informativ funksiyadadır. Yazırsan informativ. Başqa funksiyada işlədilməsi, yəni biz bunu poetik nümunədə işlədə bilərik ki, məsələn, soyuq danışdım. Sonra soyuq münasibət və s. Başqa cümlədə işlədə bilərik, amma cümlə deyilsə soyuq danışdı deyə bilərik. Sonra 17. Mətndə əvvəlində işarə olunmuş sözlər əsasında cədvəl tamamlayın. Mətndə işarənin baxaq, üçbucaq işarəsinə baxaq. Üçbucaq işarəsi məxsusdur. Kvadrat olanda baxıldıqdadır. İndi baxırıq ona. Nə bizdən soruşur? Əvvəldə işarə olunmuş sözün qarşılığı nədir? Məxsusdur, yəni aiddir ola bilər. Qarşılığını götürə bilərik. İşarə qoyulmuş, o da baxıldıqda sözüydü. Baxıldıqda. Bilirik ki, baxıldıqda qrammatik şəkilçini dəyişə bilərik, amma leksik sözü şəkilçini dəyişə bilmərik. İndi biz baxıl sözünə baxmalıyıq. Əvvəlində işarə qoyulmuş sözün mətndəkindən fərqli mənada işləndiyi cümlə. Burada həqiqətən baxmaq, yəni görmək mənasındadır. Amma baxmağı sən siz necə yaza bilərsiniz? Baxıldı. Məsələn, yaxşı baxıldı. Yəni yaxşı deyə bilərsən ki, yaza bilərsən ki, məsələn, qocalar evində qocalara yaxşı baxıldı. Burada baxıldı sözü, yəni yaxşı qulluq edildi mənasındadır. Başqa mənada da yaza bilərsiniz bunu. Məsələn, xəstəxanada qocalara yaxşı baxıldı. Qocalara məsələn yaxşı baxıldı deyə bilərsiniz. 17 izahını verdik. 18 mətnə əsasən cədvəli tamamlayan fikirləri müəyyən edirik. Deyir ki, nəticə Qaliley Neptunun planet olduğunu düşünməmişdir. Niyə? Onu ulduz zənn etmişdir. Ona görə onun hərəkətsiz burada qeyd olunubdur. Hərəkətsiz olduğunu müşahidə etdiyi üçün onu ulduz zənn etmişdir. Onu yazırıq ora. Səbəb hissəsinə Uran və Neptun astronomlar tərəfindən buz nəhəngləri adlanırdı. Niyə? Burada yazılıbdır buz nəhəngləri. Niyə adlanırdı? Çünki onun səthi əsasən buz və qayalardan ibarətdir. Bu hissəni də bura qeyd etməlisiniz. Müqayisə cədvəlinə uyğun olaraq mətnin üslublarını, səciyyəvi xüsusiyyətləri ilə bağlı fikirlər veririk. Neptun mətni bilirik ki, publistik üslubdadır. Burada xəbər verilir, publistik üslubdadır. Bu da həyata keçirilən deməkdə, məsələn, rəsmi işgüzar üslubdadır. İndi publistik üsluba aid bura yazmalıyıq, rəsmiyə bura aid yazmalıyıq. Bir də bunların ümumi xüsusiyyətlərini qeyd etməliyik. Məsələn, Neptun mətninə yaza bilərik ki, onun üslubu dedik ki, publistik üslub, aydınlıq yaza bilərik. Sonra anlaşıqlıq, biraz yazılmır burada. Anlaşıqlıq, sonra xalq dilinə yaxın, bu publistik üsluba aid xüsusiyyətlərdir. Rəsmi işgüzar üsluba aid yaza bilərsiniz ki, şablonlardan istifadə, sonra rəsmi işgüzar üslubda yığcamlıq qeyd edə bilərsiniz. Ümumi cəhətlər isə hər ikisində qrammatik normaların tələbləri gözlənilir. Hər ikisi funksional üslublara daxil olan üslubdur. Bunları da ortaq cəhət kimi qeyd edə bilərsiniz. 20 altından xətt çəkilmiş cümlədə mətnin məzmununa uyğun olmayan sözlər işlədilmişdir. Həmin sözləri dəyişdirərək cümlədə yazın. Məsələn, burada altından xətt çəkilən sözümüzə baxaq. Altından xətt çəkilən sözlərimizə baxaq.
Neptun Günəşə ən yaxın və ən isti planetlərdən biri olmaqla astronomiya tarixində mühüm əhəmiyyət kəsir. Bu cümlədə yanlışlıq hardadır? Biz bildik ki, Neptun Günəşə ən uzaqdır. Yaxın yerini uzaq yazmalısınız. Və ən isti planetlərdən biri deyildi. Soyuq planetlərdən biri idi Neptun. Yaxına uzaq, istiyə isə soyuq sözünü yazaraq yenidən cümləni yazmış olarsınız. Sonra məsələn bu ikinci mətnimiz piano mətnidir. Bu piano mətni haqqında mən oxumuşam. Məsələn keçirəm izahlara. Nöqtələrin yerinə uyğun cümləni qeyd edin. Nöqtələrimiz sırası idi. Nöqtələrimizi tapaq. Nöqtələrimizi tapsaq yaxşı olar. Tapım qaydırım. Axır ki, nöqtələrin yerini tapa bildim. Demək, zərfə bəlkə də məsələn sözünü ilk dəfə eşidirdi. Nöqtələrimiz buradadır. Yerinə nə yaza bilərik? Ən doğru cavabımız birdən Kərim soruşdu. Heç əlaqəsizdir. O evlərdən biri onların evi də əlaqəsizdir. Sizə hər cür şərait yaradılacaq məsələn əlaqəsizdir. Bəstəkar musiqi bəstələyən adamlara deyilir. Bu da əlaqəsizdir. Başını qəfil qaldırıb qonağın üzünə baxdı və deməli 21-də E variantıdır. Mətndə bu məlumat var. Mətndə bu məlumat yoxdur deyir. Baxaq buna. Baxaq. Bu məlumat var deyir. İnsanlar vətən həsrəti çəkirlər. Bəli. Onlar bu məlumatımız var. Zərfənin ailəsi əslən şaldır, yoxdur. Yeni evdə zərfənin otağı 2-ci mərtəbədədir. Bu yanlışdır. Kərim uzun müddətli ki, xeyri cəmiyyətində işlənir. Biz bu haqqda məlumat görmürük. Zərfə ki, doğma yurtda yaşamağa başlayırlar. Doğrudur. İradə və Kərim eyni ailənin üzvləridir. Yanlışdır. Cavabımız 1, 4, 6 D variantı. Mətnə əsasən Kərim obrazı haqqında doğru fikirlər edirik. Xeyriyyət cəmiyyətin başçısıdır. Xeyr, başçısı deyil, yanlışdır. Hökmən nümayəndəsidir, doğrudur. Xeyriyyətçiliklə yalnız iş çərçivəsində məşğul olur. Xeyr, işdən əlavə də xeyriyyətçilik edir. Məsələn, orada zərfəyə piano olması və s. Musiqidən təsirlənir, doğrudur. Doğrudur. Ümidverici sözlər deyil. Bəli, bu da mətndə görürük. Doğrudur. Cavabımız 2, 4, 5. D variantı. 24. Hansı nümunə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasının izahı deyil. Məsələn, orada var idi nəfis sözü var idi. Sonra üzərində rəqəm olan sözlərə baxsaq deyə bilərik. Bir aralandıdır, incədir. Sonra nəfis sözü olmalı idi. İntizardır, aralandı, intizar, imkansız. İmkansız. Elə yox, nəfis sözümüz yoxdur. Məsələn, məqsəd içində yaşama, bu intizardır. Sonra biraz açılmaq, bu hansı sözündür baxaq, biraz açılmaq. İncədir, aralandı sözünün mənasıdır. Sonra incə zərifdir. Maddi imkanı məhdud olan burada qeyd olunmuşdur. Nə? İmkansız. A variantı uzaqlaşmağın mətndə yəni mənası yoxdur. Sonra mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Atanın bədnam qonşulara qarğış etməsinin səbəbi var. Kərim özünü xoşbəxt hiss etməsinin səbəbi var. O zərfəyə məsələn hədiyyə almışdı. O səbəbi var. Kərim bir ailənin zərfəgilin qapısına gəlməsinin səbəbi var. Yardım etmək üçün gəlmişlər. Ailəyə indiyə kimi kim axtarıb olmamasının səbəbi yoxdur. Zərfənin musiqini çox sevməsinin də səbəbi yoxdur ki, o nəyə görə musiqini sevir. 26-da deyir ki, Kərimin xarakteri xüsusiyyəti əsaslandırma. Kərimin məsələn xeyriyyətçilik ola bilər, yaxşılıq etmək, vətənpərvər, sonra bunları qeyd edə bilərik. O məsələn yaza bilərik ki, xeyriyyətçiliklə məşğul olurdu, xarakteri xüsusiyyəti. Sonra
Əsaslandırma da belə yaza bilərsən ki, o təkcə iş çərçivəsində deyil, yəni əməksevər yaza bilərsiniz, işini sevən, məsələn, xeyriyyəçilik, yaxşılıq etməyi sevən və s. Əsaslandırma da o deyə bilərsiniz ki, həm işində, həm də işdən kənarda xeyriyyəçilik, yaxşılıq etməyi sevən insandır. Mətn əsasən cədvəldə işarə olunmuş ifadələrin mənasını müəyyən edib yazırıq. O, məsələn, qanad açıb uçmaq, sevinməkdir. Yerindəcə donub qalmaq, çaşıb qalmaq deməkdir, çaşmaq deməkdir. Qeyd etməlisiniz. Bir kəs ki, ağrı hiss edir, o canlıdır. O kəs ki, başqasına ağrı hiss edir, o insandır. Bu aforizmi mətndəki kərimlə əlaqələndirə bilərik. Kərimlə əlaqələndirərək, yəni, çünki kərim nə idi? Kərimlə əlaqələndirərik. Yaza bilərik ki, məsələn, yaxşılıq etməyi bacarır, mərhəmətlidir, həssasdır və fikrimizdə yaza bilərik ki, məsələn, öz hesabına zərfəyə piano almasını qeyd edə bilərik. Altından xətt çəkilmiş cümləmizə baxaq. Burada düşmənin məğlub edilməsi olmalıdır. Düşmən məğlub olmuşdur. Biz bilirik ki, bu mətn bədii üsluba aiddir və bunu bədii üsluba aid necə yaza bilərik? Düşmən darmadağın edilmişdir, düşmən yerə yeksən edilmişdir və s. Yenidən elə yaza bilərik. Sonra kərimlə zərfiyyə məsələn yaza bilərik. Kərimlə zərfiyyə. Kərim və zərf haqqında kəlmə yaza bilərik ki, yardımsevərdir, xeyriyyətçiliklə məşğul olurdu. Sonra zərfi yaza bilərik ki, azyaşlı şagird idi, savadlı, çalışqan şagird idi, musiqini sevirdi. Hər ikisinə də yaza bilərik ki, hər ikisi mərhəmətli idi. Sonra hər ikisi torpaqlarımızın azad olunmasına sevinirdilər. Kərim zərfənin əvəzinə qanad açıb uçurdu. Torpaqlarımızın işğaldan azad olunmasını gözləri ilə görmüşdü. Məsələn, şahid olmuşdular. Sonra işğal olunmasını sevinirdilər və s. Bunları da qeyd edə bilərik ortaya. Sonra elə qurtardıq, yekunlaşdıq. Demək, 10-cu sinif buraxılış OTK-nın izahının hamısını çəkdim. İndi isə YouTube kanalına yerləşdirib atacam sizlərə. Baxarsınız, nədə səhv edirsiniz, hamısını özünüz, məsələn, qeydlərinizi götürərsiniz. Sağ olun, salamat qalın.